Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və selamu alə mən la nəbiyyə bədə həmmə bəd. Davam edirik. Tariqul Hicrəteyndən 14-cü dərəcə. Yəni mükəlləflərin 14-cü dərəcəsini, o da müşriklərin övladlarının harada olması haqda. Və qalmışdıq 3-cü rəydə. Əl-məzhəbü səlis 3-cü rəy odur ki, ennəhum fil cənnə. Müşriklərin övladları cənnətdədir. Və həzə qavlu taifə minəl müfəssirin vəl mütəkəllimin və qeyrihim. Bu da bir tayfa, bir qrup təfsirçilərin, mütəkəllimlərin, yəni kəlam əhlinin və qeyrilərinin görüşüdür. Və ihtəcə həulə bimə ravahul Buxari fi sahihi ən Səmurə ibn Cundab. Və onların da dəlili Buxari rahiməhullah Səmurə ibn Cundubdan rəvayət etdiyi bu hədisdir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdu. Daha doğrusu Allah Resulü sallallahu aleyhi ve sellem deyir, xoşlayardı öz sahabələrindən desin ki, həl ra əhədun minkum ru'ya. Sizdən kimsə, yəni yuxu görübmü, yəni yuxu yadda saxlayıbmı və danışardılar yuxularını və Allah Resulü sallallahu aleyhi ve sellem də onu yozardı. Və ənəhu qalə lənə zətə qadatin, günlərin bir günü bizə dedi ki, inni ətəniyəl leyl ətiyən fəzəkərəl hədis. Deyir, mənə gecə 2 nəfər gəldi yanıma və ondan sonra hədisi davam etdi. Və hədisin içində belə bir hissəyə toxundu ki, və ətiyəni alə ravda, yəni bir bağçaya gəldik, çıxdıq, yəni sıx, hələ bir ki, yaşıllıq olan bir bağça idi. Yazın hər rəngindən orada var idi, yəni bu bağçada. Uzə beynə zahrey ravda raculun tavilun. Və həmin o bağçanın ortasında deyir, uzun bir kişi var idi. Uzun bir kişi dayanmışdı. Az qala onun başını görməyən. Yəni uzunluğundan, yəni başı səmaya qədər idi. Fezə havlə racul min əksəri vildən rəeytuhum qat. Və həmin o kişinin ətrafında deyir, ömrümdədir gördüyüm ən çoxdur uşaq onun ətrafında idi. Və əmməl vildan ləzinə havləhu fəkullu məvlud mətə aləl-fitrə. Sonra yəni keçir bu hissəsinə ki, yəni onun izahına, yəni o kişi kimi idi və onun ətrafındakılar kimi idi. Fitrət üzərində ölən uşaqlar idi. Fəqalə ba'dul muslimin ya Rasulallah və avladul müşrikin. Və bəzi müsəlmanlar dedilər ki, ey Allahın elçisi, bəs orada deyir, müşriklərin də övladları var idimi? Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, və avladul müşrikin. Bəli, müşriklərin də övladları var idi. Və həzəl hədis sahih sarih fi ennəhum fil cənnə. Və bu deyir, yəni aşkar, səhih hədis onu bildirir ki, onlar hamısı nədir? Cənnətdədir. Bu Peyğəmbər sallallahu aleyhi ve sellem yuxusudur və Peyğəmbərlərin də yuxusu nədir? Vəhidir. Həmçinin gəlir ki, və fi mustaxracil bərqani aləl-Buxari min hədis Avful A'rabi ən Əbi Raca əl-Utaridi ən Səmura. Həmçinin yenə də Səmuradan rəvayət olunan hədisdə keçir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdu, kullu mevlud yuledu aləl-fitra. Hər doğulandır fitrət üzərində doğulmuşdur. Və insanlar soruşurlar ki, ey Allahın elçisi, bəs müşriklərin övladları necə? Deyir ki, hətta müşriklərin övladları da fitrət üzərində doğulur. Sonra keçir başqa rəvayətdə deyilir ki, cənnətdə kim var soruşurlar Allah Resulü sallallahu aleyhi ve sellemdən. Deyir ki, qalə ən-nəbi fil cənnə və şəhid fil cənnə. Peyğəmbərdir cənnətlikdir, şəhid cənnətlikdir, diri-diri bastırılan cənnətlikdir. Yəni bu kimi davam edir. Sonra növbəti dəlillərindən Quran ayələridir. Yəni kimlər ki deyirlər ki, müşriklərin övladları cənnətlikdir. Gətirirlər Əraf surəsi 172-ci ayəni. Deyirlər ki, və əxəzə rabbuka min bəni ədəmə min zuhurihim zurriyyətəhum. Yəni ayə, yəni Rəbbin deyir, Adəm övladlarının belindən onların zürriyyətini çıxartdı və onları şahid etdirdi. Yəni bu kimi ayəni dəlil gətirirlər ki, yəni orada Allah Taala şahid etdiribsə, onlar da razılaşıblarsa, bu fitrətdir və fitrətə görə də uşaq günah etməyibsə cənnətə düşməlidir. Və həmçinin Leyl surəsindən gətirirlər ki, lə yasləhə illəl əşqa.
Deyir, cəhənnəm orada deyir, yanacaq kimdir? Yalnız deyir, bədbaxtdır. Uşaq isə yəni bu hala çatmayıb, yəni bədbaxtçılıq halına çatmayıb, yəni əməl etməyib. Orada yanan yalnız kimdir? Bədbaxtlardır. Yəni cəhənnəmə düşmür o mənada. Həmçinin dəlillərindən deyirlər ki, Bəqərə surəsi 24-cü ayə "Uiddət lil kafirin" cəhənnəmdir, kafirlər üçün hazırlanıb. Uşaqlar isə yəni küfr dərəcəsinə çatmayıb. Həmçinin dəlillərindən deyirlər ki, İsra surəsi 15-ci ayə "Və mə kunnə muəzzibinə həttə nəb'əsə rasulə" biz əzab vermərik ta ki rəsul göndərməyincə. Onlara isə rəsul deyir, çatmayıb. Yəni onlar o həddə çatmayıblar ki, rəsulu anlasınlar. Və həulə ləm təqum aleyhimul hüccətullahi bi rusul o kəslərdir ki, onlara deyir, rəsullarla deyir, Allahın hüccətidir, qalxmamışdı. Və o zaman deyir, Allah deyir, onları deyir, əzaba çəkməz. Vəhtəcu bi qavlihi təalə həmçinin Allah Taala'nın bu ayəsində dəlil gətirirlər. Rusulən mübəşşirin və munzirin liən la yekuna lin-nasi hüccətun ba'dar rusul. Və deyir, biz deyir, rəsulları müjdələyərək, qorxudaraq göndərdik ki, liən la yekuna lin-nas insanlara rəsullardan sonra, yəni onların hüccətindən sonra bir höccətləri qalmasın. Həmçinin dəlillərindən وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرَى حَتَّى يَبْعَثَ فِي أُمِّهَا رَسُولًا يَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَمَا كُنَّا مُهْلِكِ الْقُرَى إِلَّا وَأَهْلُهَا ظَالِمُونَ biz deyir, bir bölgəni həlak etmərik, ta ki onun yəni mərkəzinə rəsul göndərməyincə, yəni bölgənin mərkəzinə rəsul göndərməyincə ki, onlara onun, yəni Allahın ayətlərini oxuyunca, yəni dəlil olaraq. Və mə kunna muhlikil qura həmçinin deyir, biz bölgəni deyir, həlak etmərik, nə qədər ki, onun əhli zalım deyil. Yəni həlak yəni bağlıdır nəyə? Zülmə. Uşaqda da bu yoxdur. Fizəkənə subhanahu la yehlikul qura fid-dunya və yu'azzibu əhləha illə bi zulmihim. Əgər deyir Allah Taala deyir bu dünyada deyir bir bölgəni həlak etmirsə, onun əhlini zülm etməmiş, əzab vermirsə, fə keyfə yu'azzibu fil-axirə əzab daim mən ləm yastur minhu zulm. Bəs necə ola bilər ki, axirətdə ona deyir daimi əzab gözləsin, hansı ki ondan heç bir zülm irəli gəlməmişdir. Yəni uşaq qəsd edir. Və la yuqal kama əhlakahu fid-dunya taban li abawayhi və ghayrihim. Və burada deyilməz ki, dünyada nə cür nə ki valideynləri ilə bir yerdə həlak etdi. Yəni həlak gələndə, müsibət gələndə hamısını aparır axı. Uşağı baxmır, qocanı baxmır, biləni, bilməyəni baxmır. Yəni bu aid deyil axirətə, cəhənnəm oduna. Çünki dünya müsibətləri elədir ki, təkcə ancaq zalıma gəlmir. Yəni içinə zalım da daxil olur o müsibətin və qeyrisi də. Və hərəsi ondan sonra öz əməllərinə və niyyətlərinə görə həşr olunur. Necə ki Allah Taala Ənfəl surəsi 25-ci ayədə buyurur: "Vattaqu fitnatan la tusibannallazina zalamu minkum xassa." O fitnədən qorxun ki, onun deyir müsibəti təkcə ancaq sizə, yəni təkcə ancaq zülm edənləri toxunmayacaq. Və həmçinin hədislərdə keçir ki, "Və kəlceyşəllazi yuxsafu bihim cəmi'uhum", yəni bir qoşun, yəni yerə qərq olunmuş bir qoşun, yəni içində, yəni məcburla gətirilən də var idi, və cahili də və uşağı da və başqaları da var idi. Hərəsi öz niyyətinə görə həşr olunur qiyamət günü. وَأَمَّا عَذَابُ الْآخِرَةِ فَلَا يَكُونُ إِلَّا لِلظَّالِمِينَ خَاصَّةً. Demək ki, axirət əzabı xasdır kimlərə? Zalimlara. Yəni dünya əzabı isə, dünya müsibəti isə bunların hamısına birdən gələ bilər. Ona görə deyir ki, Allah Taala "Kulləmə ulqiyə fīhə fawcun sa'alahum xazanatuha alam ya'tikum nazir qalu bala qad ja'ana nazirun fekazzabna və qulna ma nazzalallahu min şey." Ona görə cəhənnəmə girən toplu, hər cəhənnəmə girən topludan soruşulacaq ki, yəni gözətçilər soruşacaq ki, "Ələm ya'tikum nazir?" Sizə qorxudan müjdələyən gəlməmişdirmi? Deyəcəklər, "Bəli, gəlmişdi." Qorxudan gəlmişdi bizə, yəni dəvətçi gəlmişdi. Fekazzabna, biz onu yalanladıq. Və qulna ma nazzalallahu min şey. Və dedik ki, Allah heç nə nazil etməyib. Yəni biz onu yalanladıq. Yəni küfrümüzə görə giririk. Uşaqlara isə bu aid deyil.
Və həmçinin Allah Taala iblisə deyir: "Ləəmləənnə cəhənnəmə minkə və mimmən təbi'əkə minhum əcməin." Mən deyir cəhənnəmi dolduracam kimlərlə? Səninlə və sənə tabe olanlarla. Yalnız, yəni bunlarla. Bunların hamısıyla, yəni. O zəmtələtil bi iblis və atbəhi, əgər cəhənnəmdir iblis və onun ətbaları ilə dolursa, yəni ona tabe olmayanlara nə yer var ki orada? Əgər doldusa, bunlara nə yer qaldı? Qalu və eydan fəl-Qur'an məmluun minəl əxbər bi-ənə duxulun nar innəmə yekunu bil-əməl. Və həmçinin dəlillərindən odur ki, Quran deyir, bu xəbərlərlə doludur ki, cəhənnəmə yalnız əmələ görə girilir. Necə ki, Allah Taala buyurur, "Həl tuczəunu illə mə kuntum tə'məlun." Siz yalnız etdiyinizə görə cəza çəkəcəksiniz. Nəml surəsi 90-cı ayə. Və həmçinin Allah Taala Kəhf surəsi 49-cu ayədə buyurur, "Və vəcədu mə amilu hadira və la yazlimu rabbuka ahada." Və onlar deyir etdiklərini deyir hazır qarşılarında görəcəklər və Rəbbin deyir heç kəsə zülm etməyib. Və həmçinin dəlillərindən "Vattaqu yawman turca'un fihi ila Allah, thumma tuwaffa kullu nefsin ma kasabat və hum la yuzlamun." Bəqərə surəsi 281-ci ayə Allah Taala buyurur ki, o gündən qorxun ki, Rəbbinizə, Allaha qayıdacaqsınız. "Thumma tuwaffa kullu nefsin ma kasabat." Sonra deyir hər bir nəfs nə toplayıbsa ona deyir bunu, yəni bunun ödənişi zülm olunmadan veriləcək. Yəni etdiyinə görə, əməlinə görə. Və həmçinin Allah Taala buyurur Zuhruf surəsi 76-cı ayədə: "Və mə zalamnahum velakin kanu humuz zalimin." Biz onlara zülm etmədik, lakin onlar özləri zülmkar idilər, yəni özlərinə zülm etmişdilər. Və bu kimi digər ayələr, naslar, hansı ki bildirir ki, cəhənnəmə əmələ görə girilir. Qalu və qad əxbərən Nəbi sallallahu aleyhi və səlləm ənə kulli məvlud yuladu aləl fitrə. Və həmçinin deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdi ki, hər doğulan deyir, fitrət üzərində doğulmuşdu. Yəni onu deyir, valideynləri yahudiləşdirirdi və nəsraniləşdirirdi öz tərbiyəsi ilə. Fə izə mətə qablət təhəvvudi və tənsiri mətə aləl fitrə. Və əgər o tərbiyəni görməmiş, yəni yahudi tərbiyəsini və yaxud nəsrani tərbiyəsini görməmiş fitrət üzərində ölərsə, necə ola bilər cəhənnəmə layiq görülsün, halbuki fitrət üzərində ölmüşdü. Və həmçinin Səhih Müslimdə keçir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdu, "Yəqulullahu inni xalaqtu ibadi hunafə fəcəəthum şeyatin fəştələthum an dinihim və hurrimet aleyhim mə əhlaltu ləhum." Deyir, Allah Taala buyurur ki, mən deyir qullarımı hənif din üzərində, yəni hənif nədir? Şirkdən yayınan təvhid üzərində yaratdım və sonra deyir onlara deyir şeytanlar gəldi, onları dinlərindəndir saptırdı və onlara halal etdiklərimi haram etdi, haramlaşdırdı. Və həmçinin hədislərdə keçir ki, "İnnallaha xalaqa Ədəmə və bənihi hunafə və atahumul mal halalan la haraman." Allah Taala deyir, yəni Adəmi və övladlarını hənif müsəlman olaraq yaratdı. Və atahumul mal və onlara mal verdi halal olaraq, haram olaraq yox. Və həmçinin deyirlər ki, "Finnən nara dar adlihi ta'ala vel cenne daru fadlihi." Deyirlər ki, cəhənnəm Allahın deyir, yəni ədalət diyarıdır. Yəni ədalətini onu ilə hökm kəsir. Cənnət isə Allahın nədir? Fəzilət diyarıdır. Yəni bu artıqlaması ilə verir. Yəni biri ədalətlədir, başa-baş ödənilir. Digərisi isə artıqlaması ilə verilir. Yəni fadildir, fəzilətdir. Fadil sözünün mənası yəni əlavə deməkdir. Adil sözünün mənası nədir? Bərabər deməkdir. Yəni bir günaha bir cəza düşürsə, bir yaxşı əmələ isə qat-qat artığı düşür. Aydındır. Fəlihəzi yunşiu lil cənnə mən ləm ya'məl əmələn qat. Və ona görə də cənnət üçün heç bir əməl etməyənləri Allah Taala əlavə olaraq yaradır. Yəni bir məxluqat yaradır. Od üçünsə əzab vermək üçün bu cür nə deyil. Yəni od üçün, cəhənnəm üçün sırf əməlinə görə atılır ora. Yəni əlavə bir məxluq yaranmır oda girmək üçün.
Və qalu və eydan fe innen nara daru cəzain fəmən ləm ya'silləhə tarfətə aynin keyfi yücəzi binlər xalidən muxallədən əbədəl əbəd. Həmçinin deyirlər ki, cəhənnəmdir, cəza diyarıdır. Və necə ola bilər ki, göz qırpımı belə bir günah etməyən, bir asilik etməyən kəs əbədi olaraq cəhənnəmə girsin, yəni uşaq. Qalu və eydan fələv uzzibə həulə ləkənə tə'zibuhum immə mə təklifihim bil iman o bidunə təklif. Əgər belə bir kəslərdir, belə bir kəslər əzab olunsa, iki variantdan biridir. Ya onlar imanla mükəlləf olunmuşlar, ya da ki, mükəlləf olunmamışlar. Vəl-qisməni mumtəniyəni. Hər iki qism mümkünsüzdür, yəni uşaqlara aid olunsun. Yəni, ya deyəcəksən ki, bu mükəlləfdir imanla, halbuki bunun, yəni o ağlı yoxdur, bunu ayırsın, imanı küfürdən ayırsın, ya da deyəcəksən ki, mükəlləf deyil. Birinci halda mümkünsüzdür, ona deyir mükəlləflik, çünki ayırt eləyə bilmir. İkinci halda isə mümkünsüzdür, hansı ki, naslar bunu inkar edir. Yuxarıda sadaladığımız naslar. Yəni, təklifsiz, heç kəsə əzab verilmir. Yəni, əməlsiz. Çünki Allah deyir, yəni, əzab verir yalnız hüccəti ona qiyam edəndən sonra, yəni, ondan əməl tələb olunandan sonra. Və qalu və eydan fələv kənə tə'zib həulə li əcli adəmil imani əlməni minəl əzəb ləştəkuhum və atfəl muslimin fi zəlik. Ləştərakuhum və atfəl muslimin fi zəlik. Sonra deyilir ki, əgər imansız olaraq, yəni iman onlardan tələb olunmayaraq, əzaba girirlərsə, cəhənnəmə girirlərsə, onda deyir, yəni müsəlmanların da uşaqları onlarla gərək müştərək olsun. Çünki bunlar da əməl etməyiblər. Yəni bunların onlardan fərqləndirici nəyi var ki? Əgər desəz ki, bəs müsəlmanların uşaqları valideynlərinə tabe olaraq əzabdan qurtulublar, müşriklərin uşaqları isə öz atalarına tabidirlər. Qulna Allahu Teala la yu'azzibu ahadan bi zənbi qeyrihi. Onda cavab verəcəyik ki, Allah Teala deyir başqasının günahına görə kimisə cəzalandırmır. Necə ki Allah Teala Ənam surəsi 164-cü ayədə buyurur: "Və la taziru vaziratun vizra ukhra." Heç kəs digərsinin yükünü daşıyan deyil. Və həmçinin Allah Teala buyurur: "Fəl-yevmə la yuzlamu nefsun şey'ə və la tuczavna illə ma kuntum ta'malun." Yasin surəsi 54-cü ayədə deyir ki, Allah Teala "Fəl-yevmə la tuzlamu nefs." Bu günü, yəni qiyamət günü, heç kəs, heç bir nəfs zülm olunmayacaq və cəza çəkilən yalnız öz əməlinə görə çəkiləcək. Və hazihi hucacun kama tara quvvatan və kəsrata. Və bu deyir, yəni bunların deyir rəyi, üçüncü rəyindir. Dəlilləridir, görürsən, nə cür nə güclüdür və çoxdur. İbn Qeym deyir, rahimehullah. Və la səbilə ilə dəf'ihə və bunu deyir, dəf etmək də deyir, mümkün deyil. Və səyəti inşaallahu faslun niza fi hazil məsələ. Lakin deyir, qabaqda deyir, bunun bu niza, yəni bu ixtilafın deyir, arasında deyir, hələ bir təfsilat, hökm kəsməkdir, gələcək. Vəl qavlu bi mucib hazil hucac sahihə kulluha. Və kim ki deyir, bu yəni dəlilləri götürür, o doğrudur, səhihdir, amma ki yanaşma metodu var da, yəni. Yanaşma metodu var və deyir, qabaqda deyir, gətirəcəyik, yəni təfsilatı bu mövzuda. Yəni bir-bir hamısını yəni cavablandıracağıq. Ondan sonra keçir 4-cü rəyə. 4-cü rəy, yəni müşriklərin övladlarının harda olması, deyirlər ki, "Ennehum fi mənzilətin beynəl mənziləteyni beynəl cənnə vən-nar." Onlar iki məqam arasındadırlar. Cənnət və cəhənnəm arasında qalıb. "Finnehum leysu lehum iman yedxuluna bihil cənnə." Çünki onların bir imanı yoxdur ki, onunla cənnətə girsinlər. Nə də ki, atalarının bir uğurları yoxdur ki, atalarına aid olunsunlar. Yəni tabe olunsunlar. Ki, yəni valideynin, yəni savabının hələ bir kamilləşdirilməsi kimi olsun. Necə ki, bu müsəlmanlarda var. Keçən dərsdə dedik, hə? Müsəlmanların övladları tabe olur öz valideynlərinə, atalarına. Yəni ataları yüksək dərəcədədirsə cənnətdə,
yəni aşağı dərəcə tutan övladlar da qalxır onunla valideynin dərəcəsinə. Yəni valideynə savabın kamilliyi olaraq. Aydındır. Necə ki ayədə keçir. Keçən dərsdə də dedik bunu. Amma müşriklərdə bu yoxdur. Müşriklərdə bu qazanc yoxdur ki, öz övladlarını dartıb çəksin öz yanına. Heç özü cəhənnəmdədir. Düzdür? Və ona görə bunun nə imanı var ki, cənnətə girsin, nə də ki, bir atalarının uğuru var ki, ona aid olunsun. Qalır, deyir, yəni ortada. Cənnətə girə bilmir bu səbəbdən. Nə də ki, cəhənnəmə girmir, çünki bir əməl etməyib, cəza görülməyib. Yəni, cəza çəkməyə layiq görülməyib. Və həzə qol taifə minəl müfəssirin, bu da təfsirçilərdən bir qrup alimlərin sözüdür. Və hum əhlül əraf və bunlara əraf əhli deyilir. Yəni, əraf nədir? Yəni, cənnət və cəhənnəm arasında qalanlardır da. Necə ki, Əraf surəsindəkilər yoxdur, onlar kimi. Və qalə Abdüləziz ibn Yəhyə əl-Kənani, Abdüləziz ibn Yəhyə əl-Kənani deyir ki, rahiməhullah, humullezine mətu fil fətra. Onlardır fətra üzərində. Fətra nədir? Fətra əhli, yəni fətra əhli eşitmişsizlər, yəni fətra üzərində ölənlərdir. Vəl-qailun bihəzə in əradu ən həzəl mənzil mustaqarruhum əbədən fəbatil. Və bu rəyi deyənlər, İbn Qayyim rahimehullah deyir ki, bu rəyi deyənlər əgər nəzərlərində onu tuturlar ki, onların qalacağı yer əbədi olaraq oradır, daimi olaraq oradır, yəni cənnət və cəhənnəm arasında, bu deyir batildir. Finnehu la dara lil qarari illəl cənnə əv nər. Çünki biz bilirik ki, qərar tutma yeri ya cənnətdir, ya cəhənnəmdir. Üçüncü bir yer yoxdur ki, yəni orada qalasan. Fin əradu ennəhum yəkununu fihi muddətən thummə yasirunu ilə dəril qərar. Yox, əgər deyir, onu nəzərdə tuturlar ki, onlar bir müddət, bir uzun müddət orada qalacaqlar, ondan sonra qərar diyarına köçəcəklər, bu deyir, mümkünsüz deyil. Yəni, bu ola bilər. Sonra gəlir 5-ci rəy. Ennəhum təhtə məşiyyətilləhi təalə, deyirlər ki, onlar Allahın istəyi altındadırlar. Yəcuzu ən yəumməhum bi əzəbihi və ən yəumməhum bi rəhmətihi. Yəni, mümkündür ki, Allah deyir, onları ataları kimi cəzalandırsın, əzab versin və mümkündür ki, Allah onları rəhm etsin. Yəni, Allahın sırf istəyidir burada. Və yərhəmə bədən və yuəzzibə bədən bi məhdəl iradə vəl məşiyyə. Və yaxud bir qismini cəzalandırıb digər qismini rəhm etsə, sırf Allahın istəyidir, Allahın məşiyyətidir. Və lə səbilə ilə isbəti şey min həzil əqsam illə bi xəbərin yucibul məsir iləyhi. Və bunun hansı nə cürünə olmasınındır, isbatının yolu yalnızdır, bağlıdır, yəni səhih olan bir xəbərə. Yəni biz bilmirik. Və lə hükmə fihim illə bi məhdil məşiyyə. Lakin onlar üçündür hökm kəsilir yalnız Allahın sırf istəyinə bağlı olaraq. Bu qisim, yəni bu görüş kimlərin görüşüdür? Cəbərilərin, yəni Allahın hikmətini, onun səbəbə bağlamasını inkar edənlərin görüşüdür. Yəni batil görüşdür. Ki, Allahın sırf istəyidir, istəyər əzab verər, istəyər rəhm edər. Yəni, heç bir səbəbsiz, heç bir hikmət güdmədən, sırf istəyinə. Yəni, hansı istəyəcək, xoşlayacaqsa, əzablandıracaq, hansı istəyəcəksə, rəhm edəcək. Yəni, görüşləri budur. Cəbəri görüşü, yəni. Cəbəri görüşü, yəni bir çox əşarilərin görüşüdür. Və qol kəsir min musbitil qədər və qeyrihim. Həmçinin qədəri isbat edənlərin də bir çoxlarının görüşüdür bu. Yəni, bir sözlə bu görüş, 5-ci görüş nədir? Batil görüşdür. Əl-məzhəb-ü sədis, 6-cı məzhəb, 6-cı görüş, yəni, ennəhum xadamu əhlil cənnəti və məməlikihim. Onlar deyir, cənnət əhlinin, yəni müşriklərin övladları, cənnət əhlinin qulluqçuları, onların xidmətçiləridir. Qulluqçu və xidmətçidir. Və hum məhum bi mənziləti əriqqaihim və məməlikihim fi dünya. Onlar bənzir, yəni dünyadakı onların xidmətçi və qulluqçularına. Yəni dünyada nə cürünə qulluqçuluq var, xidmətçilik var. Cənnətdə də bunlar bu cürünə olacaq. Vəhtəcə həulə bimə rəvahu Yaqub ibn Abdurrahman əl-Qari ən Əbi Həzim əl-Mədini ən Yezid əl-Rəqqaşi ən Ənəs qalə Dəraqutni. Və dəlilləri də nədir? Bu rəvayətdir ki, harda ki, rəvayət olunur ki, Ənəs radiyallahu anhudan ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdu, daha doğrusu deyir,
Ənəs radiyallahu anhu deyir ki, soruşdum Allah Rəsulü sallallahu aleyhi ve sellemdən ki, yəni bu barədə soruşdum. Deyir ki, Səəltu Rabbi ləhin min zuriyyətil bəşər. Mən deyir Rəbbimdən, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mən deyir Rəbbimdən soruşdum uşaqlar barəsində, bəşər zürriyyətinin uşaqları barəsində, yəni müşriklərin, ən lə yuəzzibəhum fəətənihim fəhum xidamu əhlil cənnə, ki, onlara əzab verməsin, onlar yəni neynəsin? Cənnət əhlinə xidmətçi təyin etsin. فهذان الطريقان وله طريق ثالث عن فضيل بن سليمان عن عبد الرحمن بن إسحاق عن زهري عن أنس قال ابن قتيبة اللهون من إذا غفلت عنه وليس هو من اللوح وهذا طرق ضعيفة. Bir sözlə deyir ki, bu hədislərə əsaslananlar, yəni bu zəif hədislərdir, zəif bir hədisə əsaslanıb deyiblər bunu. Və ondan sonra sadalayır, yəni ravilərin zəif olmasını və s. bu kimi şeylər. Ondan sonra gəlir 7-ci rəy. İnşallah burada dayanaq. Qalsın gələn dəfəyə. Subhanəkallahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ilayk.